Azərbaycan dilində yazmış 3 erməni yazıçı, şair və bəstəkar. Birincisi Sayat Nova. 18-ci əsrdə Tiflisdə yaşamış bu din xadimi həm də aşıq kimi məşhur idi. İkinci İraklinin sarayında yaşayırdı və yazdığı əsərlərin 115 şeiri Azərbaycan dilində, 60-ı erməni, 37-si isə gürcü dilində idi. Və Azərbaycan dilinin Tiflis, yəni Gürcüstan ləhcəsində daha çox yazırdı. Şah İsmailə aid, şahımıza da aid xeyli şeirləri vardır. İkincisi, Andrey Avanesoviç Babayev və yaxud Andrey Babayan. Xocavənd rayonunun Ağbulaq kəndindəndir. Onu deyim ki, Qara Qarayevin yetirməsi idi. Bakı Filarmoniyasının rəhbərlərindən biri olmuşdu. Azərbaycan dilində 50-dən çox mahnısı vardır. Onu da deyim ki, bunların içində məşhurları Nazəndə Sevgilim, Ləpələr, Bakılı qız hələ də indiyə qədər müğənnilərin repertuarında məşhurdur. Və ən nəhayət üçüncüsü, Aleksandr Şirvanzadə Oxanoviç. Əslən Şamaxıdandır və təhsilini də Bakıda almışdı və eyni zamanda Kəşkül qəzetində yazıb yaradırdı. Bakıda, Kaliforniyada, daha sonra yenə Bakı və Moskvada fəaliyyət göstərmişdir. 1930-cu ildə xalq yazıçısı rütbəsini aldı və Azərbaycanın iş xalq yazıçısıdır. Onu da deyim ki, onun Namus, Xalq, Hamı deyən müxtəlif pyesləri vardır və 20-dən çox Azərbaycan dilində pyesi vardır, amma buna baxmayaraq ermənicə də yazmışdır.